milli hərəkətdə olan dostlarımıza, gənclərimə, yoldaşlarımıza mənim sözüm budur ki, bir adamın ki, liderlik iddiası var, qabaqdadır, öndədir. Bunun gərək, misal deyəm, mən özüm əgər peyğəmbərlik iddiası varımdır, gərək məndə ləhcə olmuyor, gərək məndə dahi sual olmuyor. Vəqti ki, mən bilirəm ki, sən Azərbaycanda olarkən, Bakıda sığınacaq alarkən, sən millətin haqqında Azərbaycan dövlətindən yüzlər mincə pul alıbsan, onu neynəmirsən? O mənim özümün şəxsən Azərbaycanda yüzlərlə tanış dostum vardı. Bunlar deyirlər, o zaman ki biz bu milli hərəkata Cənubi, yəni 92-ci ildən bəri də, 1992-ci ildən bəri yəni Quzey Azərbaycanda, Güney Azərbaycanın fikrində oldu. Həm millət olaraq, həm dövlət olaraq. Yaxşı, bu vəziyyətdə bu köməklər necə oldu? Sən 10 il birdən birə 2 gün sonra gəldin qabağa, əlan gəlsən, o tanış verirsən, sən deyirsən, biz deyirik, ağa, neyinə, bu siyasət yoxdur arada, burada bir tələ qurulmuyubdur. Niyə gəlib biz tutuyor bəhmən kimi gündə deyirsən? Niyə gəlib bir gündə ki, məsələn, bugün həm dövləti orqanlar, həm məsəl deyəm, şaxçı da, şıxçı da, yəni biz onların mərhələsində yox, həm tutuqlanmaq barəsində, həm də ki, hərəkəti ayrı yola, məsələn, döndərmək barəsində. Yəni bizim təzahüratımız, çölə çıxmağımız xətərdir. Biz qəbul edirik, Atababakın sözüdür, deyik ki, qan bahasına özgürlük, azadlıq əldə olar. Biz bunu qəbul edirik, biz millət olaraq hazırıq da. Mən şəxsi özüm, məsələn, mənim dostum, tanışım vardı ki, biz İranda olaraq vətən uğrunda hər zaman ölümə hazırıq. Vəli, gəlib baxıb, bir var ərdişi olmayan yer də xərciyər. Bir var millətin axımında, bir var, məsələn, deyəm, sadəcə İstodoy bəhmən kimi gündə yox, Azərbaycanın milli bir adanan günündə, ya bir sadə adlı gündə çıxan, millətin sadəcə Azərbaycan axımında, mən gəlib canımdan da getsəm, deyəm, ama bildim nə zaman mənim canım getdi. Yoxsa gəlib Arab telefonda canım getməyə, neçə ərzişi də olmaz. Deyim, milləti Abbas bəyin barəsində sən heç söz çəkib danışmıyorsan, 100 dənə postun vardı, 100 dənə postun 99% fəqət özü reklam eləmək üçündür. Özü reklam eləmək, o mənim sözüm. Deyir, mənim sözüm olmaz ki, bax gör millətin istəyinə nədir? Sən Əlirza Fərşidən, Abbas bəydən, ya neçələr adı çəkilməyən ki, Azərbaycan milli hərəkətinə görə içəridədirlər, zindandadırlar. Onların barəsində bir söz danışmırsan, qəbul edilən, Ərdəbildən utubus adamları yığdın, apardın Təbrizə, Obama çəkili dəstəkləyirəm, alqışlayıram. Şuar verdik, düzdür, futbol bahanədir, biz milli hərəkətin, milli Azərbaycan hüquqlarını istəyirik. Məsələn, dövlətə, millətə, yerə görə səsimizi çatdırırıq. Oradan otobuslar Ərəbilə qayıdan, otobuslar qayıtar, Ərdəbilin mərkəzinin qabağına, deyin, ağa, milli fəallarını azad elə. Sən bu hərəkətləri üçün, hətta dildə danış. Ondan sonra gətir. 15 Xordadda ya tarixdə 18 Xordadda ya bir milli nədir deyim, Fars şovinizminin bir xas günündə milləti gətir qırğına verir. Bu olmaz ki, hərəkətdə iyi gəlir, bu hərəkətdə bu toteya vardır. Mən bu şəxsi özüm deyirəm. Əgər bu hərəkətdə ayrı bir söhbət yoxdur, mənim məhəlləm, mən Abbas bəylə məhəllə uşağıyam, ailə planında bir necə deyim, irtibatımız vardı. Həmin əlan eləyə biləm, mobil telefonu götürüb, tamam deyəm, qardaş, necədir vəziyyət? Əgər bir hərəkət olsa, bir göstəriş olsa, bizim məhəlləmizdə var da, bizim məhəlləmizdən deyirlər, Ərdəbildə kim tanınmış taybaşı adamlar ki vardı. Tanış adamlar birinə filan, məsələn, nəfərə xəbər verir, sən də 5 nəfərə xəbər verir. Biz amadayıq, deyəm, millətin dərdini çağıraq, ayraq, sığıraq. Olmadı ki, heç kəsin heç xəbəri yoxdur. Amerikadan oturubsan yol dalında, mən bilmirəm sənə nə çatıb çatmayıbdır. Necə sisteminin yanına gələn bir dənə elə faşların özünün göstəriş verdiyi bir, necə deyim, hadisi aldı burada, İranda da edam olunur. Toteyə ilə gətirdilər, edam elədilər. Mən nə bilməm, sən milləti çıxarlar, hansıda milli fəallar ki, gizləniblər, onlar çıxarlar üzə, onları tutdurasan. Ağa, məndən bu qədər, bağışlarsınız. Mən də bu təsviri açmaqda, onu deməliyəm ki, mənim, necə deyim, milli fəallardan, bizi tanıyanlardan, layıqda olanları bilsinlər ki, biz İranda olaraq
Ya bizim qorxuya yerimiz, bizim dağda qalmağa qorxumuz, həkim görməyə mən qorxuram. Niyə eləyəcəm var, bir canım var. 1001 şey o canı mənə versələr, 1001 şey qurban edəm Azərbaycana, torpağıma.